hardayam Xırdalanda. Bizim 5 nömrəli məktəbin yanında belə bir evimiz, gözəl bir üç otaqlı. Həyətinə maşın girer. Biraz sizdən üzr istəyirəm, biraz töküntü var. Ramont, hardasa bir 10 günlük ramont işimiz qalıb. Gözəl bir ev, məktəbin yanı, boşa daş. Gəl daxılar, kürsülü. Bu da varata koyulacak. Bəli, ora varata qoyulacaq, oradan maşın həyətə girmək üçün. Bu Ev- bunun zalı. Bu bunun zalı. Yekə bir zal. Evlər güzəllik təhvil veriləcək. Bura bunun kunası. Yekə bir kuna. Qəşək bir kuna. Görürsünüz? Qəşək evlər. Ona görə evləri çəkmişsə göstərdiyimə görə remontlu göstərirlər. Göstərirəm ki, qoy mənim xalqım indən hazırlasın belə evləri almağa. Bura ikinci otaqdır. Deyirik ki, bu deyirik ki, bu yekə otaqdır bu. Bizdə deyirik ki, olmur. Sanuzi. Bu da bunun sanuzilidir. Bu da bunun üçüncü otağı. Otaqlar yekə, işıqlı, gözəl, qəşəng, qoşadar. Ancaq denən qiyməti deyəcəm 60 min. Aşağı yeri var. 3 qoşadar. Həyətinə maşın girən 5 nömrənin yanında yoxdur. İşte məndə var. Yolunuzu gözləyirəm, gəlmə alın. Bura qədər.